Salam, hörmətli izləyicilər. Bugün daha bir izah videosu ilə qarşınızdayıq. Bugün məncə sözü haqqında danışacağıq. Məncə sözü necə işlənə bilər? Bir, məncə bir yerdə. Bir də ki, mən plus C formasında ola bilər. Məncə bir yerdə işlənən nə olur? Fikrim, mənbəyini bildirən modal söz olur. Mən plus C olanda isə necə olur? Yəni iki nitq hissəsi olur. Əvəzlik plus qoşma. Bunları bəs necə fərqləndirəcəyik? Bunu fərqləndirmək üçün bilmək lazımdır ki, söz modal söz kimi işləndikdə, məncə sözü modal söz kimi işləndikdə fikrin mənbəyini bildirəcək. Məsələn, məncə sən bunu bilmirsən. Deməli, bu söz həm qoşma kimi, həm də modal söz kimi işlənə bilər. Düzdür? Məsələn, qədər qoya bilərik. Düzdür? Demişik ki, C-nin də sinonimləri var da, qədər, kimi, tək. Bunlar əgər üçü də işlənibsə, üçündən biri ilə əvəz eləmək mümkündürsə, bu necə olacaq? Əvəzlik plus qoşma formasında olacaq və vergüldən istifadə olunmayacaq. Məncə sən bunu bilməzsən. Amma sözdən sonra vergül qoyulursa, məsələn, məncə bu sözdən sonra əgər vergül qoyularsa, yəni burada qədər, kimiyə falan ehtiyac olmayacaq. Vergül qoyulubsa, deməli bu söz nə olacaq? Modal söz olacaq. Başqa misal baxaq. Məsələn, məncə onlar sabah gedəcəklər. Baxın, burada qədər kimi ilə görə əvəz edə bilirikmi? Mən qədər onlar sabah gedəcəklər. Mən kimi, mən tək. Yəni bunların heç birini əvəz etmək mümkün deyil və dalıycan da vergül qoyulubsa, nə olacaq? Fikrin mənbəyini bildirən modal söz olacaq. Modal söz olacaq. Amma başqa sözə bax. Başqa misal bax. Məncə sən bilməzsən. Bilə bilməzsən. Bilməzsən. Baxın, mən qədər, mən kimi tək sözləri ilə əvəz eləyə bilirik. Deməli, bu zaman nə olacaq? Qoşma olacaq. Deməli, əvəzlik plus qoşma. Bir yerdə qoşma yox, mən əvəzlik, C qoşma kimi. Sadəcə burada qoşma olan C-dir. Burada isə bütövlükdə məncə sözü modal söz, burada əvəzlik plus qoşma. İzahımızı bəyəndinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.